Salam uşaqlar, hər vaxtınız xeyir. Keçən dəfə Robinson Crusoe mətnini tərcümə eləmişdim, birinci hissəsini. İndi isə mətnin davamıdır. Deməli, oxuyaq. Yazıb ki, Robinson Crusoe lived in the town of York in England. When he was a small boy, he wanted to go to sea. He had a friend whose father was captain of a ship. The captain took the two boys on his ship when it went to London. Robinson Crusoe İngiltərədə York şəhərində yaşayırdı. O balaca oğlan olanda dənizə getmək istəyirdi. Onun atası gəmi kapitanı olan dostu vardı. Kapitan Londona gedəndə oğlanları öz gəmisində aparır. Took aparmaqdır. After that, Robinson went to sea many times. Now he was a sailor. He liked his work very much. Sonra Robinson uzun müddət dənizə gedir. İndi o dənizçidir və o öz işini çox sevir. He liked, yəni bəyənmək, sevmək, yəni öz işini bəyənir, sevir. One day when his ship was at sea, there was a great storm. Bir gün o dənizdə gəmisində olanda, öz gəmisində olanda böyük bir fırtına baş verir. Storm fırtınadır uşaqlar. The ship broke and all the people were drowned. Gəmi sınır və bütün insanlar boğulur. Robinson was in the water for a long time. He wasn't drowned. He could swim well. The sea carried him to the shore. Robinson uzun müddət suda qalır. O boğulmur. He wasn't drowned. O deməkdir ki, uşaqlar, o boğulmur. Was not inkarda işlənir. Yəni hər kəs, bütün insanlar boğuldu. Robinson sağ qaldı. Və daha sonra he could swim well. O yaxşı yüzməyi bacarırdı. Bir var can bacarmaq, bilmək indiki zamandadır. Could isə həmən can'in keçmiş zamanda olan formasıdır. The sea carried him to shore. Dəniz onu sahilə tərəf daşıyıb apardı. Carried daşıyıb aparmaq deməkdir. Robinson sat on the shore for a long time. Then he wanted to know where he was, so he began to walk on the shore. Robinson uzun müddət sahildə oturdu. Sit oturmaq, to sit oturmaq, sat oturdu, keçmişdə işlənilir. Sonra o belə deyək, sahili gəzməyə başlayır. Yəni ətrafı öyrənmək istəyir. Soon he saw that he was on an island. Tezliklə o gördü ki, o artıq adadadır. Yəni ətrafı gəzməklə başa düşür ki, bura bir adadır. Adaya gəlib çıxdığını Robinson başa düşür. Üzərək gəlib çıxdığını. It wasn't large. O geniş değildi. O yəni söhbət adadan gedir. He walked in all parts of the island. He wanted to see if there were any people there or any sailors from the ship. But there were no people there and no sailors from the ship. Uşaqlar, bu nə deməkdir? Deməli, o bütün adanın bütün hissələrini gəzdi. In all parts of Iceland. Adanın bütün hissələri deməkdir. Adanın bütün hissələrini gəzdi. O görmək istəyirdi ki, yəni qayıqdan hansısa bir insanlar, yaxud qayıqdan hansısa bir dənizçiləri görmək istəyirdi. But there, lakin, amma, but, amma, lakin deməkdir. Fəqət də deyə bilərik. Lakin orada nə insanlar var idi, nə dənizçilər var, nə gəmidən dənizçilər var idi. It was evening already and Robinson wanted to sleep.
Artıq axşam idi və Robinson yatmaq istədi. He didn't want to sleep in an open place, so he got into a tree and slept there. O açıq yerdə o açıq yerdə yatmaq istəmirdi. Beləliklə o ağacın içinə girir və orada yatır. Deməli, uşaqlar, növbəti səhifədə bu şəkillər var. Yəni Robinson açıq yerdə, adada açıq bir yerdə idi. Yəni ətrafda nəsə bir ev yox. Yəni ada necə olar? Heç bir şey yox. O böyük bir ağac orada olur. Ağacın oyuq hissəsi olur. Oraya yerləşərək orada Robinson yuxu tutur, yuxuya gedir, yatır. Yəni növbəti səhifədə şəkillər var. Şəkillərə baxdıqca daha yaxşı başa düşmək olar. İndi vaxtım olsa şəkilli olan hissəni də paylaşacağam.